Herkese salam dostlar. Bugünkü videoda mən sizə 1 dəqiqənin altında Python'da necə AI düzəldə biləcəyimizi öyrədəcəm. İlk öncə Python'a daxil oluruq və buradan agent adında bir fayl yaradıb daxilində main.py qoyuruq və indiki kodu yazırıq bura. Kodu yazdıqdan sonra bu isə sizi şübhələndirə bilər. Bunun həllinə baxaq, bunu silirsiniz və daha sonra Google'a gəlirsiniz. OpenAI API Key bu sitəyə daxil olursunuz və ilk çıxan web saytə daxil olursunuz. Logosu mavi rəngdə ChatGPT logosudur və login olduqdan sonra password, orada secret key yaradıb alırsınız onu, kopyalayırsınız. Tamamilə pulsuzdur. Kopyalayandan sonra bu hissəyə yapışdırırsınız və ən axırda terminala gələrək pip install OpenAI daxil edirsiniz və AI'miz hazırdır. Gördüyünüz kimi verdim. Ümidvarım videomu bəyəndiniz. Növbəti videolarda görüşənədək.